Choose the correct statement according to the dialogue. Diyaloqa əsasən düzgün cümləni seçin. A variantında David initially wanted a very long stay in Qatar but later changed his plans. Qeyd olunur. David yəni Qatarda daha uzun müddət qalmaq istəyirdi başlanğıcda, lakin sonra planlarını dəyişdi kimi verilir məlumatımız. Ancaq planı dəyişməyib, o bilet almaqla bağlı problem yaşayırdı. Daha sonra isə bilet tapdığı üçün və 6 gündə Qatarda qalırdı. Bu isə onun üçün uzun bir müddət idi. Ona görə A variantı yanlışdır. David's trip is planned in honor of his son's birthday. B variantı bizim doğru cavabımızdır. Çünki Davidin səyahəti oğlunun doğum gününün şərəfinə planlanılıb. Burada qeyd olunur ki, this trip is for your son's 18th birthday. Yəni Sara'nın fikrində qeyd olunur ki, 18 yaş dönümünə görə planlayırsan. His birthday is the 15th of August. Və burada yes deyə də cavab verilir ki, bəli, avqustun 15-dədir onun doğum günü. Yəni bu Qatara olan səyahət oğlunun doğum gününü orada qeyd etmək və orada vaxt keçirmək üçün planlanmışdır. C variantında Sarah has never visited Qatar before and only knows it from travel website. Sarah heç vaxt Qatarı əvvəl ziyarət etməyib, yalnız onun haqqında internet səhifəsindən səyahətlərdən bilir. Ancaq məlumatımızda yəni qeyd olunmayıb Sarah'nın heç vaxt yəni Qatarə səyahət etməməyi ilə bağlı və ona görə də C variantı yanlış hesab olunur. Hotels in Qatar are cheaper than apartments during the summer. Qatardakı otellər yay müddətində mənzillərdən daha ucuzdur. Əksinə, otellər baha idi, mənzil ucuz idi. Ona görə D variantı da yanlışdır. David decided to cancel the trip because of high accommodation prices. David deyir ki, yüksək yaşayışla bağlı, yəni qiymətlərin çoxluğuna görə səyahəti ləğv etməyi qərara aldı. Və qeyd edək ki, burada səyahətin ləğv etməyini qərara almayıb, ona görə də məlumatımız yenə yanlışdır. Doğru cavab B variantı götürülür.